Hər kəs salam, arzulayıram ki, yaxşısınız. Gəlin görək iyul ayında bizi nələr gözləyir. İyul ayına baxanda iyulun 4-ü Veneranın İkizlər bürcünə keçdiyini görürəm. Bu dövrdə daha flörtöz ola bilərik. Sevgi, eşq mövzularında daha belə bir insana bir şey yox da belə genel olaraq flörtləşməyə, əylənməyə zaman ayıra bilərik. Təbii ki, bu xarakter məsələsidir də, amma Venera İkizlər bürcünə keçəndə insan çox flörtöz, maraqlı, əyləncəli və biraz da həyatın keyfini çıxardan olur. Bundan əlavə iyulun 5-i isə Neptunun retropozisiyaya keçdiyini görürəm. Bu günə qədər sağaltmadığımız, şəfalandırmadığımız bir çox şeylə əslində üzləşib bunu şəfalandıra biləcəyimiz çox gözəl bir dönəmə giririk. Bundan əlavə olaraq Uran da bürc dəyişəcək, Əkizlər bürcünə keçəcək. Həyatımızda pulla bağlı bizi sıxan, ya da çox xaosun, dəyişimlərin olduğu, ya da ümumiyyətlə həyatımızda, yəni sabit qurduğumuz şeylərlə bağlı dayanmadan yaşanan dəyişimlər gedəcək və həyatımızın daha əyləncəli, daha rəngli, daha monotonluqdan uzaq, çox daha maraqlı bir dönəminə girəcəyik. Bundan əlavə ayın 11-i Oğlaq bürcündə bir dolunayımız var. Karyera, iş, güc, pul mövzularına çox daha yönələcəyik. Maddi mövzularda daha sağlam, bərk olacağıq və material temalarla bağlı, öz xarakterimiz, şəxsiyyətimizlə bağlı çox bərk və güclü olacağıq. Saturnun retropozisiyasına iyulun 13-ü keçəcəyini görürəm. Busa bizim karmalarımızın üzləşəcəyimiz bir dönəmin xəbərçisidir. Bundan əlavə olaraq Merkuri 18-i retropozisiyaya girəcək. Yəni 2 ədəd retroplanetimiz var iyul ayında. Ona görə də yeni işlərə başlamamaq, yeni şeylər etməmək, yeni müqavilələr bağlamamaq, yeni sevgilərə başlamamaq və köhnə sevgililərə qayıtmamaq önəmlidir. Yəni əslində 3 dənə retromuz var. 3 ədəd retronun olduğu bir iyul ayı gözləyir bizi və bundan əlavə olaraq da 24-ü çox bərk bir Şir bürcü yeni ayı var. Həyatımızla bağlı bir bitiş və başlanğıcları, dəyişimləri gətirə bilər. Üzləşməkdən qorxduğumuz, qaçdığımız və ya bitirməkdən çəkindiyimiz bir çox şey bitirə biləcəyimiz dönəmdir və ayın son günü də Venera xərçəngə keçir. Ayın 31-i olur. Onun üçün bunu heç iyulda nə qədər demək düzgündür bilmirəm. Yəni daha çox avqustda təsir edəcək. Uzun sözün qısası iyul ayı yumuşaq bir ay deyil, gördüyünüz kimi. İyul ayı biraz sərt keçə bilər, amma aşırı dəhşət sərt də keçən deyil. Sadəcə bu Şir yeni ayı və 3 dənə retronun olmağı karmalarımızdan üzləşməyə və azadlaşmağa, yarımçıq qalan işlərimizi tamamlamağımıza səbəb verə bilər və emosional qarma qarışıqlıqlara səbəb verə bilər. Bunun xaricində dəhşət pis deyil, yəni belə oğur hadisələr yoxdur. Sadəcə Şir yeni ayımız biraz sərtdir. Onun xaricində okeydir. Gəlin bürc-bürc baxaq görək. Hansı bürclərin nələr gözləyir iyul ayında? Gəlin bunlara baxaq. Əziz qoçlar, xüsusən yüksələn bürcə qoç olanlar, gəlin görək iyul ayında sizi nələr gözləyir. Əziz qoçlar, Merkuri retrosu olacaq və bu sizə də əlbəttə ki, güclü bir şəkildə təsir edəcək. Ona görə çalışın ki, iyul ayında yeni işlərə başlamayın, yeni bir addımlar atmayın. Yəni yeni şeylərlə bağlı ehtiyatlı olmağınızda fayda var. Texnoloji avadanlıqlarla bağlı yeni şeylər almayın, xarab ola bilər. Ya da mövcud əlinizdəki texnoloji avadanlıqlarla bağlı sıxıntılar yaşaya bilərsiniz. Bunları nəzərə alın və biraz daha ehtiyatlı yanaşmağınızda fayda var retro Merkuriyə görə. Əsasən də sevgi, eşq mövzuları ilə bağlı bu retro enerjini hiss edə bilərsiniz. Köhnə sevgililəriniz qayıda bilər, keçmişdən insanlar gündəmə gələ bilər. İyul ayında 3-cü evinizdə olacaq olan Venera yaxın çevrənizdən bol-bol dəstəklənəcəyinizə, özünüzü inkişaf etdirəcəyinizin göstəricisidir. Buna əlavə olaraq da 10-cu və 5-ci evinizdə olacaq dolunay və yeni aylar sevgi həyatınıza təsir edəcək. İyul ayı sizin üçün bol sevgi dolu bir ay olacaq. Bunu lap belə möhtəşəm mənada yox, biraz neqativ mənada da ola bilər. Keçmişdən insanlar da qayıda bilər, amma genel olaraq pis bir ay deyil sizin üçün. Yəni Venera sonra 4-cü evinizə keçir, ailə yuva evinə, hər şey gözəl, güllüklü, üstanlıq. Sadəcə sevgi ilə bağlı ehtiyatlı olmalısınız. Sərt flörtlər, daha doğrusu flörtlərlə bağlı sərt hekayələr ya da səhv insanlarla flörtləşmələr ola bilər. İyul ayında karyeranızla bağlı bir dəyişim yaşana bilər. Vəzifə yüksəlişi, iş həyatında bir dəyişim, zirvəyə qalxmaq, yüksəlmək və ya iş həyatından bağlı nələrsə dəyişmək kimi özünü göstərə bilər. İş həyatı əgər işləyirsə gündəmdə olacaq. Yəni iyul ayında total olaraq əsasən xüsusən yüksələn qoçların ən əsas mövzuları sevgi və iş olacaq. Sevgi gündəmə gələcək, amma sərt şəkildə gələ bilər, qarışıq, dərin emosiyalarla qeyri-adi bir şəkildə və köhnə insanlar dediyim kimi qayıda bilər. Karyera barədənsə daha
sakit və gözəl enerjilər özünü göstərir. Və sırf öz bürcü Qoç olanlar, gəlin bir sizlərə baxaq, sizdə nələr var. Sırf öz bürcü Qoç olanlarsa deyəcəyim odur ki, iyul ayında həyatınızla bağlı çox böyük bir yeni başlanğıc ola bilər. Uzun zamandır ki, gözlədiyiniz, dua elədiyiniz, ibadət elədiyiniz, xahiş elədiyiniz, istədiyiniz, arzuladığınız bir başlanğıc bəlkə də iyul ayında ola bilər. Bu sevgi ilə, eşqlə bağlı ola bilər ya da ortaqlıq bir şeylə bağlı ola bilər, ortaqlıq bir işlə bağlı. Amma həyatınızla bağlı taleyin enerjisinin çox güclü işləyəcək və dualarınızın dəhşətli dərəcədə qəbul olub, hətta bəlkə də subaysızsa ruh eşinizi belə həyatınıza çəkə biləcəyiniz mistik və çox güclü bir dönəmə girəcəksiniz. Ona görə də iyul ayını yaxşı işlədin, həyatınıza düzgün insanları çəkin və düzgün manifestlər edin. İyul ayında enerjiniz dəhşətli dərəcədə güclü işləyəcək, ağzınızdan çıxanlar sürətlə gerçək olacaq. Əziz buğalar, xüsusən yüksələn burcu buğa olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Əziz buğalar, iyul ayında Venera 2-ci evinizə keçir. Olduqca bərəkətli bir ay olacaq. Bolluğunuz, bərəkətiniz çox daha arta bilər. Həyatınızla bağlı ümumiyyətlə bu bərəkət enerjisini çox daha bərk hiss edə bilərsiniz. Bundan əlavə olaraq da özünüzə daha çox dəyər verəcəyiniz gözəl bir dönəmdə olacaqsınız. 9-cu evinizdə olacaq olan dolunay xaricə getməyiniz, gəzməyiniz, səyahətlər eləməyiniz, yeni yerlər görməyiniz üçün möhtəşəm enerjiləri özlərində daşıyır. Bir çoxunuz iyul ayında xaricə gedə bilərsiniz ya da akademik olaraq bir şeylər həll etmək istəyirsə, təhsil, akademik ya da din, inancla bağlı bu mövzular gündəmə gələ bilər. Bundan əlavə iyul ayında 4-cü evinizdə olacaq olan yeni ay, yeni bir yerə köçmə, evdə nəyisə dəyişmə, ev, ailə, yuva ilə bağlı yeni başlanğıclar, dəyişimlər, üzləşmələrə səbəb verə bilər. 3-cü evinizdə olacaq olan Venerasa yaxın çevrənizdə xüsusən qadınlardan yana dəstəklənməyinizə və özünüzü bilik cəhətdən daha da inkişaf elətdirməyinizə, dərinləşməyinizə və maraqlı vaxt keçirməyinizə, yaxın yol səyahətləri də edə biləcəyinizi göstərir. Böyük ehtimalla ki, bir çoxunuz iyul ayında harasa gedəcəksiniz, uzağa ya da yaxına, amma bu tərz şeylər gündəmə gələ bilər. Bundan əlavə olaraq da retropasiyadakı Merkuri 4-cü evinizdə transit edəcək. Bu da ailə, yuva, ev mövzuları ilə bağlı həll eləmədiyiniz və yarımçıq qalmış mövzuların gündəmə gəlməyi və həll olmağı mənasına gələ bilər. Bu ailəvizlə bağlı bir söz-söhbət ola bilər, bir danışıqlar ola bilər ya da anavızla, atavızla bağlı həll etmədiyiniz bir şey ya da evlə bağlı həll etmədiyiniz bir şeylərin gündəmə gəlməyi və həll yoluna doğru getməyi mənasına gələ bilər. Retro Merkuri, yəni Merkuri retrosu sizin ailə, ev, yuva mövzularınıza olduqca təsir edəcək. Gəlin görək, bəs sırf öz bürcü buğa olanlar sizləri nələr gözləyir? Belə ki, öz günəş bürcü buğa olanlar bilməlisiniz ki, iyul ayında həyatınızla bağlı hərəkətlənmələr və aksiyonlar olacaq. İstəklərinizin, arzularınızın arxasıca düşə bilərsiniz. Həyatınıza yeni insanlar bəlkə girə bilər və bəlkə subay olanların çox da bəyənə biləcəyi bir tip ya da maraqlı, hərarətli, özgüvənli, cəsarətli insanlar bəlkə də həyatınıza girə bilər. Bundan əlavə olaraq da iyul ayında itirmə qorxunuzu buraxmalısınız. Pulla bağlı ola bilər, başqa bir şeylə bağlı ola bilər. Nəsə bir itirmə qorxusu gündəmə gələ bilər. Bəlkə, bir sizin marağınızı, sizin həyat sevincinizi oyandıran bir hadisə yaşayacaqsınız ya da başqa bir şey olacaq və sizin içinizdə belə kəpənəklər uçuşacaq ya da həyat enerjisi yüksələcək və həmin təqdirdə itirmə qorxusu söhbətə girə bilər. Bunun qarşısını alın, çox simic olmayın. Simic olmazsınız yəqin, amma siz məni düzgün başa düşün də. Yəni pulla bağlı, maddiyyatla bağlı çox belə dəhşət bərk olmayın. Normal balansda olmağınıza sizə məsləhət görürəm ki, qıflıq bilincinə girməyəsiniz. Yəni gördüyüm bunlardır. Buğalar möhtəşəm bir iyul ayı olsun sizin üçün. Maraqlı enerjilər var. Məncə əylənəcəksiniz və zövq alacaqsınız. Əkizlər xüsusən yüksələn burcu əkizlər olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Birinci evinizə Veneranın keçməsi çox qəşəng görsənməyinizə səbəb verəcək. İnsanlar içində çox daha diqqət çəkəcəksiniz, seviləcəksiniz və əl üstünə tutulacaqsınız. Maddi olaraq çox daha bolluq və bərəkət içində olacaqsınız. Həyatınızda bir çox gözəl gəlişmələr ola bilər. Həyatınıza yeni münasibətlər, yeni sevgilər girə bilər. Bundan əlavə 8-ci evinizdə olacaq olan dolunay həyatınızla bağlı bir transformasiya və dəyişim gətirə bilər. 8-ci ev ortalık işlərdən gələn qazanc, miras, başqalarının qazancı, həyat yoldaşının pulu, ailənin pulu, borc, belə mövzulardır və bu mövzular gündəmə gələ bilər. Bunlarla bağlı bir tamamlanmalar ola bilər. Eyni şəkildə 8-ci ev cinsəllik, seksuallıq, spiritualizm və enerjidir. Bu deməkdir ki, enerjiniz çox güclü işləyəcək, cinsəl enerjiniz də çox zirvədə olacaq.
və əgər aktiv bir seksual həyatınız varsa, iyul ayında ekstra ön plana çıxacaq. Bundan əlavə 3-cü evinizdə bir yeni ay olacağını görürəm. Bu da yaxın çevrə, qohum-əqrəba, qonşular, qardaş-bacı ki, bu insanlarla bağlı mövzuların gündəmə gələ biləcəyini bizə göstərir. Yeni bir təlimlər almaq, yaxın yol səyahətləri eləmək, gəzmək kimi mövzular bol-bol gündəmə gələ bilər. İyul ayında sonra da 2-ci evinizə keçəcək olan Venera və avqustda da təsir edəcək bu göy hadisəsi isə bolluq bərəkətinizi daha da zirvəyə qaldıracaq. Ehtimal ki, əziz əkizlər bürcləri iyul ayında çox bərəkətli bir ay keçirdəcəksiniz. Bolluq, bərəkət və zənginlik enerjisi çox böyük ehtimalla ki, iyul ayında sizlə olacağa oxşuyur. Çox gözəl görsənir. Bəs gəlin görək, bundan əlavə bilirsiniz bir Merkur retrosu olacaq iyul ayında. Bu Merkur retrosu görək hansı evinizdədir? 3-cü evinizdə yaxın çevrə, qohum-əqrəba, qonşular, qardaş-bacı kimi insanlar bu dövrdə gündəmə gələ bilər və qohumlarınızla, qonşularınızla, yaxın çevrənizlə bağlı həll eləmədiyiniz, yarımçıq qalan şeylər varsa, bunları həll edə bilərsiniz. Və ya hansısa bir yaxın yol səyahəti ilə bağlı planladığınız uzun müddətli, lakin yerinə yetirmədiyiniz bir şeylər varsa, bunlar da iyul ayında həll ola bilər. Retro Merkuriyə görə biraz həyatımız qarışacaq, çünki sizi idarə edir Merkuri. Ona görə iyul ayında həm pozitiv, həm negativ bir çox şey yaşaya bilərsiniz və keçmişinizdən üzləşmədiyiniz, yarımçıq qalan bir çox şeylə iyul ayında, müəyyən qədər də avqust ayında üzləşə bilərsiniz. Maraqlı bir iyul ayı sizi gözləyir. Merkur retrosuna qarşı ametist daşı taxmağınızı məsləhət görürəm, çünki sizin elə öz bürcünüz idarə edir Merkurini. Ona görə də biraz buna diqqət edəsəz yaxşı olar. Bəs gəlin görək sırf öz bürcü əkizlər olanlar sizləri nələr gözləyir. Belə ki, əkizlər bürcləri həyatınızla bağlı bir şəfalama dönəminə girəcəksiniz. İyul ayında ruhunuzun, bədəninizin, zehninizin şəfalanacağı önəmli bir dönəmdə. Həyatınızla bağlı çox böyük bir üzləşmə yaşaya bilərsiniz. Bir çox bağlı Pandoranın qutusu sanki açıla bilər. Bağlı mövzular açılıb gündəmə gələ bilər və böyük bir oyanış, üzləşmə yaşaya bilərsiniz. Torpağın altına bastırdığınız bağlı qalan şeylərin hamısı çölə çıxacaq və işıqlanacaq və şəfalanacaq. Ona görə sizin üçün biraz çətin olacaq. Çünki üzləşmələrin, qarşılaşmaların və dəyişimin və küllərindən doğumun, böyük dönüşümün ola biləcəyi bir dönəmdir. Amma eyni şəkildə şəfanın və ümidin də ola biləcəyi bir dönəmdir. Enerjinizi birdən çox şey verəcəksiniz. Bu həm sevgilivizə, həm işivizə, həm ailəyə, həm nə bilim dostlarımıza belə ola bilər. Ya da 2 dənə işə, ya da bəlkə bəziləri 2 dənə sevgili, ya da yalan deyə bilmərəm. Əkizlər bürcündə indi bilmək olmur. Nəysə, yəni birdən çox şey enerjinizi verəcəyiniz bir dönəm ola bilər. Uzun sözün qısası. Maraqlı bir iyul ayı sizi gözləyir. Güclü, bərk, transformativ və dəyişimlərin olduğu, şəfaların da olduğu və aktiv olacağınız, sıxılmayacağınız bir iyul ayı sizi gözləyir. Əziz xərçənglər və xüsusən yüksələn bürcü xərçəng olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Əziz xərçənglər, 12-ci evinizdə Venera, sonra da 1-ci evinizdə Venera keçəcək. 12-ci evdə Venera olanda insan sevgi mövzularında platonik və köhnə mövzuları fikirləşməyə meyilli olur. Əziz xərçənglər, onsuz da normal həyatınızda da beləsiz. Ən azından iyul ayında yəni bunu ekstra eləməyin. 12-ci evinizdə Venera olacaq. Bəli, köhnə sevgililərinizi düşünə bilərsiniz. Platonik mövzular gündəmə gələ bilər. Köhnədən həyatınızda olan insanlar bəlkə gündəmə gələ bilər. Ay Allah, bir də Merkuri retrosu olacaq. Yəni amma xahiş edirəm, baxın, biz də xərçəng, mən də xərçəng bürcüyəm də, düzdür, hamımız bir-birimizi başa düşürük. Etməyin bunu, etməyin, heç ediləsi deyil. Yəni 12-ci evdədir Venera. 12-ci ev nədir? İtki, bitki, qurtarma, bitiş. Bitmiş bir şey, yəni nə mənası var? Oturub fikirləşirsiniz. Yəni nə olacaq? Hə, gəldi 2 gün danışdınız, sonra təzədən gedəcək də. Yəni X-dən next olmur, başa düşürsünüz. Ona görə etmirik bunu. Amma eləyəcək oxşuyursunuz, nəysə. Bundan əlavə olaraq 7-ci evinizdə bir dolunay olacaq. Ay Allah, xərçəng bürcləri. Heç iyul ayında dəqiq toxunulması deyilsiniz. İlişkilər, ikili münasibət, evlilik, ortaqlıq işlər, belə şeylər gündəmə gələ bilər. Yəni bəllidir. Sadəcə 1-ci evinizə Venera keçir. Bəllidir ki, yolda boş qalmırsınız. Bəllidir ki, həyatınıza biri girəcək ya da həyatınızda biri varsa bol-bol hərəkətlənmələr, aksiyonlar olacaq, bir tamamlanmalar, başlanğıclar, bitişlər, bir şeylər olacaq. Ən azından 2-ci evinizdə bir yeni ay olacaq. Bu pulla bağlı mövzular gündəmə gətirə bilər. Pul gələ bilər ya da pul gedə bilər sizin karmavızdansız. Amma maddiyyat mövzuları gündəmə gələ biləcək kimi pul qapıları ilə bağlı bəzi pul qapılarının bağlanmağı ya da yeni qapıların açılmağı gözləniləndir. Siz xərçəng bürcüsünüz. Digər bürcülərin bir çoxundan enerji, ruhani enerji olaraq çox daha qüvvətlisiniz. Ona görə zəhmət olmasa bunu yaxşı işlədin ki, pul getməsin, pul gəlsin. Ondan əlavə olaraq 1-ci evinizdə də bir Venera keçəcək. Bu da par-par parıldanmaq deyəcəkdim. Əslində iyulda onsuz da par-par parıldayırsınız bu arada. Amma 1-ci evinizdəki Venera sizi qəşəngləşdirəcək. Amma bu iyuldan çox avqusta təsir edəcək açığı.
Bunu deməyimin nə mənası var? Nəysə, iyulun sonu avqust ayı kimi çox qəşəng görsənəcəksiniz, möhtəşəm görsənəcəksiniz və insanlar sizi çox bəyənəcək. Amma biraz avqustun mövzusuydu bu axırıncı dediyim. Bundan əlavə olaraq bilirsiniz bir retro-pozisiyada Merkuri olacaq, ikinci evinizdə olacaq. Bu da pul mövzularını biraz gündəmə gətirə bilər. Belə ki, pulla bağlı keçmişdən bəri həll etmədiyiniz mövzuların gündəmə gəlməyi və qarşılaşmalar, üzləşmələrin olmağı mənasına gələ bilər. Biraz bəlkə ikinci evdəki retro-pozisiyada Merkuri maddi olaraq sizi biraz sınırlarınızı zorlaya bilər. Bir damcı maddiyyatla bağlı biraz çətinlik ola bilər. O yan bu yan bir şey ola bilər. Amma narahat olmayın, müvəqqəti də keçib gedər. Uzun müddətli pulla bağlı həll etmədiyiniz mövzular varsa, bu mövzular həll ola bilər, tamamlana bilər, bitə bilər. Ona görə də qorxulası bir şey yoxdur. Bundan əlavə olaraq əziz xərçəng bürcləri, sırf öz bürcü xərçəng olanlar, sizə də sözüm odur ki, sırf öz bürcü xərçəng olanlar, bolluq bərəkət sizlə bir yerdədir iyul ayında. Yeni fürsətlər gələ bilər, yeni şanslar gələ bilər. Bir dənə çox gözlədiyiniz və ya istədiyiniz bir fürsətin gəlib sizi tapmağı, amma sizin qərarsızlıq içində qalmağınız, amma bir dənə də qərar verməyiniz, amma verdiyiniz qərardan sonra da bir qərarsızlıq içində qalmağınız gözlənilən bir şeydir. Yəni belə ki, pul, bolluq, bərəkət sizlə bir yerdədir və bir dənə qərar verəcəksiniz. Ondan sonra qərarı verəndən sonra qərarlı bir şəkildə irəliləyərkən görəsən bu qərarı versəydimmi, verməsəydimmi, düzmü elədim, səhvmi elədim kimi şübhələr ola bilər. Amma bildiyim şey odur ki, bolluq, bərəkət, zənginlik və fürsətlər sizdə bir yerdədir, əziz xərçəng bürcləri. Əziz şirlər və xüsusən yüksələn bürcü şir olanlar iyul ayında görək sizi nələr gözləyir. 11-ci evinizdə bir Veneranın olacağını görürəm. Sosial çevrənizdə iyul ayında çox populyar ola bilərsiniz. Əl üstünə tutula bilərsiniz, sevilə bilərsiniz. Yeni həyatınıza dostlar gelə bilər, yeni qadınlar həyatımıza girə bilər ya da qadınlarla bağlı dostluqlar gündəmə gələ bilər. Bundan əlavə olaraq da 11-ci evdəki Venera xəyallarınız, arzularınız, hədəflərinizlə bağlı şans qapılarının sizin üçün açılmağı və həyatınızla bağlı daha gözəl bir dönəmin başlamağı mənasına gəlir. 6-cı evinizdə bir dolunay olacaq. Bu iş həyatı ilə bağlı dəyişim gətirə bilər, sağlamlığınız gündəmə gələ bilər. Biraz bəlkə qripə və s. nəsə belə o yan bu yan sağlamlıqla bağlı biraz problemə də meyilli bir dönəmdir. Lakin bundan əlavə olaraq iş həyatında da bir dəyişim ola bilər. Ya sağlamlıq, ya iş həyatına ehtimal ki, təsir edəcək. Ev heyvanı istəyirsinizsə, bu da ola bilər. Birinci evinizdə baş verəcək olan yeni ay çox sərt təsirlər alır və ona görə həyatınızla bağlı çox ekstrem dərəcədə nələrinsə dəyişməyi, özünüzlə, görünüşünüzlə, seçimlərinizlə, qərarlarınızla bağlı ekstrem dəyişimlər yaşama ehtimalınızı ortaya çıxardır. Yəni ki, duyğusal hiss edəcəksiniz və bir çox şey dəyişə bilər özünüzlə bağlı, amma yolda par-parda parıldayacaq, ad gününüzdə mübarək. 12-ci evinizdəsə bir Venera olacağını görürəm. Busa iyulun son günləri olacaq, daha çox avqustda təsir edəcək. Sevgi, eşqlə bağlı avqust aylarında, iyulun sonu, avqust kimi bəzi köhnə mövzuların və s. gündəmə gəlmək kimi təzahür edə bilər. Retro-pozisiyada Merkuri birinci evinizdə olacaq, o da sizə çox təsir edəcək. İyul ayını biraz çətinlik çəkəcəksiniz, təəssüf ki. Amma narahat olmayın, keçib gedəcək müvəqqəti bir dönəmdir. Çünki Merkur retrosu birinci evinizdə olacaqdır. Yəni özünüz, görünüşünüz, seçimlərinizlə bağlı keçmişdən bəri həll etmədiyiniz şeylərin gündəmə gəlməyi və bunların həll olması ilə əlaqədardır. Ona görə biraz iyul ayında qarışıqdır, beyniniz qarışıqdır, narahat olmayın, atlatacaqsınız, hər şey həll olacaq. Birinci evinizdə günəş var, gözəl dönəmləriniz də olacaq, çətin biraz enerjilər də var, amma siz hər şeyi həll edəcəksiniz, çünki siz şir bürcüsünüz. Bundan əlavə olaraq, sırf öz bürcü şir olanlara da deyəcəyim bəzi sözlərim var. Belə ki, əziz öz bürcü, sırf bürcü şir olanlar mükəmməl, par-par parıldayacaqsınız, işıldayacaqsınız, həyatınızla bağlı mükəmməl bir ay ola bilər. Subaysızsa eşq həyatınız gündəmə gələ bilər. Subay deyilsizsə ya da subaysız amma sevgiliniz varsa bəlkə də elçi gələ bilər. Bundan əlavə olaraq sırf öz bürcü şir olanlardan söhbət gedir. Çox parıldayacağınız, işıldayacağınız, həyatınızın keyfini çıxardacağınız, çox qəşəng görsənəcəyiniz və pulla bağlı da indiyə qədər heç bir praktikanızın olmadığı ya da konkret addımların olmadığı bir şeylərin gündəmə gəlməyi ya da olmağı ya da yeni bir işə başlamaq kimi özünü göstərə bilər. Şans, uğur, bolluq, bərəkət, pul enerjisi, sevgi enerjisi, xoşbəxtlik, huzur, sevgi enerjisi sizləri iyul ayında möhtəşəm keçsin. Əziz qız bürcüləri və xüsusən yüksələn bürcü qız olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Əziz qız bürcüləri 10-cu evinizə keçəcək olan Venera karyera həyatınızda yüksəlişlər və uğurlar qazanmağınıza səbəb verə bilər. Karyeranızda irəliləyə bilərsiniz, iş həyatınızda uğurlar özünü göstərə bilər. İş həyatında və ya karyerada qadınlardan yana böyük dəstəklər görə bilərsiniz. Bundan əlavə olaraq 10-cu evinizdəki Venera sizin
cəmiyyət içində də çox qəşəng görsənməyinizə səbəb olacaq. 5-ci evinizdə olacaq olan dolunay sevgi, eşq mövzularının gündəmə gəlməyi, sevgi, eşq, flört kimi mövzularla bağlı həll olmayan mövzuların həll olmağı və tamamlanmağı mənasına gələ bilər. Bundan əlavə olaraq da hobilərinizə vaxt ayırmaq, əylənmək, zövq almaq kimi mövzular iyul ayında bol-bol gündəmə gələcək. 12-ci evinizdə olacaq olan yeni ay spiritual, ruhani, mənəvi mövzuları gündəmə gətirəcək. Uzun müddətki gizlətdiyiniz, örtdüyünüz, bağladığınız travmalarınızla üzləşə bilərsiniz və dərin bir şəfalanma yaşaya bilərsiniz. Bu sərt bir yeni aydır və 12-ci evinizdə olmağı sizin özünüzü biraz depressiv və qarışıq hiss etməyinizə səbəb verə bilər. Amma orada hiss edəcəyiniz narahatçılıqlarla bir yerdə dərin bir şəfalanma yaşaya bilərsiniz. Qeyri-adi yuxular görəcəksiniz, intuisiyavınız çox daha güclənəcək, mənəvi enerjiniz yeni bir səviyyəyə gələcək böyük ehtimalla. 11-ci evinizdə olacaq olan Venerasa sosial çevrənizdə iyulun sonu və daha çox avqust aylarında sosial çevrənizdə populyar olmağınıza, əl üstünə tutulmağınıza, sevilməyinizə və xəyallarınıza, arzularınıza, hədəflərinizə gedərkən qapıların sizin üçün açıq olmağına səbəb verə bilər. İyul ayında təəssüf ki, sizi idarə edən planet retro eləyəcək. Bu da iyul ayında o qədər möhtəşəm yox, biraz zorluqlar və mübarizələr çəkə biləcəyinizi göstərir. Uzun müddətdə həll olmayan bir şeylərin gündəmə gəlməyi, həll olmağı, yarımçıq qalan şeylərin tamamlanmağı, amma sizin də biraz belə qarışıq, sanki bir yuxudaymış kimi olmağınıza səbəb verə bilər. Ona görə də iyul ayında çalışın ki, ametist daşı taxın, çünki sizin planetiniz retro edir. Buna əlavə olaraq da 12-ci evinizdə retro edəcək, xüsusən şüuraltınızla bağlı, zehninizlə bağlı, uzun müddət həll etmədiyiniz şeylərlə üzləşməyiniz, beyninizin bulanıq olmağı və çox oyanıq olmamağınıza, əksinə biraz belə yuxulu olmağınıza və yuxuya çox yönəlməyinizə ya da yuxu rejiminizin dəyişməyinə səbəb verə bilər. Biraz çətin enerjilər var, amma narahat olmayın. Çox müvəqqəti və qısa müddətlidir və keçib gedəcək. Gəlin görək, sırf öz bürcü qız olanlardasa nələr gözlənilir. Belə ki, sırf öz bürcü qız olanlar belə iyul ayında, bəli, yuxu rejiminiz sizin də yuxu rejiminizə təsir var. Yuxu rejiminizlə bağlı dəyişimlər ola bilər. Yuxularınız biraz qaça bilər ya da çox yata bilərsiniz. Ailə, ev, yuva mövzuları bol-bol gündəmə gələcək. Ailənizdən gözəl zamanlar keçirdə bilər və ya dostlarınızı ailəniz kimi görüb onlarla gözəl zaman keçirdə bilərsiniz. Bir qutulanma, şənlik, bayram, toy kimi bir şeylər gündəmə gələ bilər və sosial çevrənizdən bir araya gəldiyiniz, əyləndiyiniz, zövq aldığınız bir dönəm yaşaya bilərsiniz. Qız bürcləri iyul ayı sizin üçün maraqlı və qarışıqdır. Ametist daşını taxmağı unutmayın. Sevgi və işıqla qalın. Əziz tərəzilər və xüsusən yüksələn bürcü tərəzi olanlar, gəlin görək sizi iyul ayında nələr gözləyir. Əziz tərəzilər, 9-cu evinizdə bir Veneranın olacağını görürəm. Bu deməkdir ki, iyul ayında xaricə getmək, gəzmək, səyahət etmək, yeni yerləri görməklə bağlı möhtəşəm enerjilər var. Bundan yana dəstəklənirsiniz. Bundan əlavə olaraq da akademik mövzularınız varsa, bu mövzulardan yana uğurlu ola bilərsiniz, yüksələ bilərsiniz. 4-cü evinizdə bir dolunay olacaq. Bu da ailə, ev, yuva mövzularının gündəmə gəlməyi, ailənizlə, evinizlə, yuvanızla bağlı həll olmayan bir şeylər varsa, bunun həll olmağı və tamamlanmağı mənasına gələ bilər. Bu evdəki bir təmirdən tut, evdəkilərindən olan söhbətlər, mövzular və ya ailə ilə bağlı bir şey, yarımçıq qalan bir şey varsa, bunlarla bağlı tamamlanma mənasına gələ bilər. 11-ci evinizdə də bir yeni ay olduğunu görürəm. Bu da sosial çevrənizdə populyarlaşacağınıza və həyatınıza yeni dostların gələ biləcəyini, amma bəzi toksik problemli dostlarınızın da bəlkə ortaya çıxa biləcəyi və bəlkə həyatınızdan çıxa biləcəyi mənasına gələ bilər. Hədəfləriniz, arzularınız, xəyallarınızla bağlı qapılar açıla bilər, lakin bu qapılar biraz sərt və qəribə bir şəkildə açıla bilər. İyul ayında, iyulun sonu və avqust aylarında 10-cu evinizə keçəcək olan Venerasa karyera cəhətdən sizi yüksəldə bilər, yeni səviyyələrə gələ bilər, uğurlar qazana bilərsiniz, amma bu daha çox ehtimal ki, avqustda yansıyacaq. Buna əlavə olaraq əziz tərəziləri bilirsiniz ya da bilmirsiniz, sizin deyənə hamımızın həyatına təsir edəcək bir retropozisiyada Merkuri olacaq və bu iyul ayında olacaq. Belə ki, retropozisiyada Merkuri sizin doğum xəritənizə görə sizin təxminən 11-ci evinizə təsir edir və 11-ci eviniz dostluqlarınızla bağlı yarımçıq qalmış mövzuların gündəmə gəlməyi, tamamlanmağı, həll olmağı və biraz dostlarınızla, sosial çevrənizlə, hədəflərinizlə bağlı uzun vaxtdır həll olmayan ya da yarımçıq qalan mövzuların gündəmə gəlməyi və ya həyatınızdan çıxan dostların təkrardan həyatınıza girməyi ya da gündəmə gəlməyi mənasına gələ bilər. Əziz, sırf öz bürcü tərəzi olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Belə ki, Şir, Buğa, Əqrəb, Dolçu bürcündən bəzi insanlara çox güvənməyin. Sırf bu dönəmdə, ümumiyyətlə demirəm, bu dönəmdə. İyul ayında bəlkə həyatınızda hansısa bir Şir, Buğa, Əqrəb ya da Dolçu bürcü biri xoş olmayan təsir yaratmağa meyillidir, ehtiyatlı olun. Həyatınızda güclü bir kişi fiquru, köhnədən bir dostunuz ya da sevgili ya da başqa bir güclü kişi fiquru gündəmə gələ bilər
və biraz ehtiyatlı oyanıq olmalısınız. Keçmişdən bəri tanıdığınız və yenidən həyatınıza girən insanlardan yana ehtiyatlı olun. Ümumi uzun sözün qısası iyul ayında ehtiyatlı olmalısınız. Hamıya güvənməməlisiniz. Xüsusən Şirbuq, Əqrəb, Doluço bürcü və kişilər barədə iyul ayında biraz ehtiyatlı olun. Sizə sadəcə ehtiyat barədə xəbərdarlıq eləyə bilərəm. Bilirsiniz nə görürəmsə onu deyirəm, oturub yalandan bunu bəziyib düzəyə bilmərəm. Bu var və bunu bilməlisiniz. Xəbəriniz olmalıdır. Arzulayıram ki, keçən yerlər gəzərsiniz, görərsiniz, bol-bol səyahət edərsiniz. Əziz əqrəblər və xüsusən yüksələn bürcü əqrəb olanlar, gəlin görək iyul ayında sizi nələr gözləyir. Əziz əqrəblər, 8-ci evinizdə Venera keçəcək, seksual enerjiniz zirvəyə qalxacaq. İkili münasibətlərlə bağlı xaoslar və gərginliklərə meyilli bir dönəmdə olacaqsınız. Həyatınızda nə istəyirsinizsə bunları manifest etmək, rituallarla, enerjilərlə bunları reallaşdırmaq barədə çox potensial bir dönəmdə olacaqsınız. Əqrəblər ümumiyyətlə 10-cu evinizdə də baş verici olan yeni ay karyeranızla bağlı irəliləmələr, inkişaf, yeni başlanğıclar və ya bir karyera bitişi və ya başlanğıcı olaraq təzahür edə bilər. Belə ki, karyera həyatınızda nələrsə dəyişəcəyi, iş hədəfləriniz, arzularınız, işlə bağlı ümumiyyətlə xəyallarınız nədirsə bu mövzularda dəyişim küləklərinin əsə biləcəyi və bəlkə də bu dəyişim küləklərinin biraz sərt əsə biləcəyini deyə bilərəm. Yəni iş həyatından yana bərk qalmağınızı məsləhət görürəm. 3-cü evinizdə olacaq olan dolunay yaxın çevrə, qohum, əqrəbə, qonşular, qardaş, bacı kimi insanları gündəmə gətirəcək və bu insanlarla bağlı tamamlanmalı olan şeylər tamamlana bilər. Bundan əlavə olaraq da özünüzü daha yaxşı inkişaf elətdirə bilər, yeni təlimlər ala bilər və öz biliyinizə bilik qata bilərsiniz. 9-cu evinizdə olacaq olan bir Venera olacaq və bu Venera sizin həyatınızla bağlı iyulun sonu və avqust aylarında xaricə getmək, gəzmək, səyahət etmək, yeni yerlər görmək, akademik mövzular varsa əgər burada özünüzü inkişaf elətdirmək ya da din, mənəviyyat, fəlsəfə kimi mövzulara yönəlib bu mövzularda daha rahat, daha gözəl bir baxış bucağından keçmək mənasından gələ bilər. Karyera həyatınızda iyul ayında retropozisiyada bir Merkurinin olmağı iş həyatınızdan, karyeranızdan, statusunuzdan, hədəflərinizlə bağlı uzun müddət əldə etmədiyiniz, yarımçıq saxladığınız şeylərin gündəmə gəlməyi və həll olmağı mənasına gələ biləcəyi kimi, bundan əlavə olaraq karyera həyatınızda ləngimələrə, gecikmələrə, yanlış anlaşılmalara da səbəb verə bilər. Merkuri retrosunun bu yüngül negativ təsirinə qarşı karyera həyatında ehtiyatlı olun, heç kəsin arxasıca danışmayın, en azından insanların yanında danışmayın, açılıb tökülər, biraz ehtiyatlı olmaqda fayda var. Lakin genel olaraq, əgər başqa yerlərdən pul gəlirsə, həyat yoldaşınızın qazancı varsa, ya da ortaq işlərdən pul əldə edirsinizsə, bu barədə çox bərəkətli və bolluq dolu bir dönəm olduğunda sizə vurğulamalıyam. Bu barədə gözəl enerjilər var. Borc, kredit, miras kimi mövzular varsa, bunlar da həll ola bilər. Və sırf öz bürcü əqrəb olanlar, sizə də deyəcəyim bəzi sözlərim var. Həyatınızla bağlı böyük dəyişim dönəmi iyul ayına gəlib çıxa bilər. Həm dostluqların, həm düşmənliklərin ön plana çıxacağı bir dönəmdə, xüsusən də işləyirsinizsə iş həyatında yana bir düşmən fiqurunun ola bilmə ehtimalı var. İş həyatınızdan yana sizə yaxşı davranan, üzünüzə gülən, amma manipulativ, gizli planlar quran ya da pis niyyətli olan, kollektivinizdə olan ya da iş həyatında olan biri ola bilər. Əgər işləyirsinizsə və bəlkə də bu insan şir, əqrəb, dolça ya da buğa bürcü ola bilər. Bəlkə, əmin deyiləm bürcünə. Amma kollektivinizdə olan pis niyyətli, yalancı ya da sizi uçuruma aparmaq istəyən, quyunuzu qazmaq istəyən ya da bəlkə də negativ enerjisini üstünüzə tökən bu kimdirsə oyanıq olun, tapın. Çünki siz bir əqrəb bürcüsünüz, sizin gözünüzdən içinə qaçmaz və o insandan biraz məsafənizi qoruyun. Yəni demirəm ona negativ eləyin, pis söz deyin, yox. Sadəcə öz məsafənizi qoruyun ki, enerji sizə keçməsin və aldanmayın. Yəni tək eləyəcəyiniz şey budur. Başqa bir şey eləmirsiniz əqrəb bürcüləri. Heç kəsə heç nə eləmirsiniz. Sadəcə özünüzü qoruyursunuz. Bu qədər. Energetik olaraq özünüzü qoruma şartını ala bilərsiniz. Yəni bilirəm siz biraz beləsiz, yəni parçalayarsınız, amma parçalamırıq. Unutmayın, yaxşı oluruq. Çünki həyatınızla bağlı qədərsel enerji çox güclü olacaq iyul ayında və talih enerjiniz çox bərk olacaq. Ona görə də çalışın ki, heç kəsə ilişməyin, heç kəsə pis söz deməyin və bu pis niyyətli insan kimdirsə də sadəcə kənardan, yəni öz negativini neynir eləsin, sizə tökməsin, özünüzü qoruyun və həyatınızla bağlı sizin belə müdaxilə edə bilməyəcəyiniz bir dəyişim dönəmi gəlir. Bu dəyişim dönəminə adaptasiya olun. Bu negativ insanlardan uzaqdır. Oxatanlar və xüsusən yüksələn bürcü oxatan olanlar gəlin görə iyul ayında sizi nələr gözləyir. Əziz oxatanlar, retropozisiyada Merkuri 9-cu evinizdə transit eləyəcək, 7-ci evinizdə bir Venera var. İkili münasibət, ciddi münasibət, evlilik,
Ortalıq işlər kimi mövzulardan yana böyük şanslar sizdən yanadır. Subaysız həyatınıza biri girə bilər, evlənə bilərsiniz, ailə qura bilərsiniz ya da bunlar olmasa belə ən azından sevgiliniz olar. Ya da sevgi həyatınız canlana bilər. Əgər subay deyilsinizsə də sevgi həyatının bol-bol gündəmə gələcəyi, evliliyin və ya ortalıq işlə məşğul olmaq istəyirsinizsə bu tip mövzulardan yana şansın sizdən olacağı gözəl bir dönəmə girirsiniz. İkinci evinizdə bir dolunayın maddi mövzularla bağlı gözlədiyiniz pulların gəlməyi, tamamlanmalı olan şeylərin tamamlanmağı ilə bağlı mövzuları gündəmə gətirə bilər. Pul gözləyirdinizsə, onlar gələ bilər. Pul qapıları ilə bağlı yeni pul qapıları açıla bilər ya da əgər xeyirli olmayan bir qapıdırsa bağlana bilər. Bu sizin karmavızdan da asılıdır. Əgər karmavız neqativdirsə bu dövrdə pul çıxa da bilər sizdən. Amma siz pozitiv və şən insanlar olaraq əminəm ki, gözəl karma yığırsınız. Ona görə də yəqin ki, pul gələr. 9-cu evinizdə olacaq olan yeni ay isə xaricə getməyiniz, gəzməyiniz, səyahət etməyiniz üçün möhtəşəm enerjilərdir. Yeni yerlər görə bilər, gəzə bilərsiniz. Mənəvi, ruhani olaraq həyata baxış bucağınız, həyata baxış fəlsəfənizlə bağlı dəyişimlər yaşana bilər və bu dəyişimlər biraz sərt yaşana bilər. 8-ci evinizdə iyulun sonu və avqust aylarında Venera keçəcək. Bu da həyat yoldaşının maddi durumu, ortaqlıq işlərdən gələn qazanc, başqa yerlərdən gələn pullar, miras, borc, kredit kimi mövzulardan yana şans gətirir. İyulun sonu avqust aylarında biraz ikili münasibətlərdə gərginliklərə və sıxıntılara səbəb verə bilər və seksual enerjini zirvəyə qaldıracaq. Retropasiyada Merkurin isə 9-cu evdə olmağı xaric mövzularında biraz ehtiyatlı olmalı olduğumuzu, bəlkə istədiyiniz bir səyahətlə bağlı bəlkə problemlərin gündəmə gəlməyi ya da uzun müddətə səyahət etmək istədiyiniz, amma edə bilmədiyiniz yerə səyahət etməyiniz mənasında gələ bilər. Sırf öz bürcü oxutan olanlar sizə də deyəcəyim bəzi sözlərim var. Belə ki, yuxu rejiminiz biraz pozula bilər. Zaten siz oxutan bürcüsünüz, biraz belə-beləsiz. Ona görə də yuxu rejiminin pozulmağı çox da məncə dünyanın axırı olmaz. Yüngül 1-2 neqativ ola bilər, xırda, çox yox. Amma yəni bir gün, 2 gün biraz belə üzülərsə, sonra keçib gedər. Və buna əlavə olaraq da həyatınızda duygusal eşq, sevgi ya da doyğunluq hissini hiss eləyəcəyiniz bir dönəmdir. Bir qadına baxın. Ya anavıza ya da xərçəng qraf balıq bürcü bir qadına ya da ana olan bir qadına ya kömək eləyəcəksiniz ya da o sizə kömək eləyəcək. Bu fərdi bir baxış olmadığı üçün oturub sizə ümumiyyətlə belə olacaq deyə bilmirəm. İndi burada nə qədər oxutan bürcü məni izləyir. Amma bir qadın gündəmdədir. Bu qadın anadır ya da xərçəng qraf balıq bürcüdür, ya sizin anavızdır ya da axır ki ümumiyyətlə anadır. Və bu insan hissəyə kömək eləyə bilər, gözlədiyiniz bir kömək varsa ya da siz ona kömək eləməlisiniz ki, ilahi karmanız balanslansın və bəlkə də həyatınızda gözəl şeylər yaşansın. Amma genel olaraq köməklərin, yardımların gündəmə gəldiyi, biraz yuxu rejiminizlə bağlı problemlərin olduğu maraqlı bir ay sizi gözləyir. Oğlaqlar və xüsusən yüksələn burcu oğlaq olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Oğlaqlar 6-cı evinizdə olacaq olan Venera iş həyatından bağlı şanslı enerjiləri gətirir. İş həyatından bağlı yüksəliş, uğur, nailiyyət ya da gözəl şeylərin olmağı ya da gözəllik estetika sahəsində pulla bağlı bir sahədə iş istəyənlər üçün çox əla bir dönəm olduğunu deyə bilərəm. Buna əlavə olaraq sağlamlıq cəhətdən də pozitiv enerjilər var. Bəlkə həll olmayan bir şeylər varsa bu dönəmdə həll ola bilər. Ev heyvanı istəsəz də mükəmməl bir dönəmdir. Birinci evinizdə bir dolunay olacaq öz bürcünüzdə, yəni ki, Oğlaq bürcündə dolunay olacaq. Bu da xarici görünüşünüzlə bağlı nələrsə dəyişməyi, özünüzlə bağlı nələrsə dəyişdirmək, görünüşünüzlə bağlı nələrsə dəyişdirmək mənasına gəlir. Böyük bir dəyişimlər, böyük bilmirəm, amma dəyişimlər yaşaya bilər. Nə bilim, geyiminizi, stilinizi, saçınızı, başınızı bir şeyləri dəyişdirə bilərsiniz və ümumiyyətlə özünüzlə bağlı dəyişim küləkləri əsir. 8-ci evinizdə olacaq olan yeni ay seksual enerjinizi artıra bilər. Cinsi həyatınız varsa ya da istəyirsinizsə ya da cinsəlliyə açıq bir insansızsa iyul ayında ola bilər ki, bu seksuallıq yüksək səviyyəyə gəlsin. Buna əlavə ortaq işlərdən gələn qazanc, həyat yoldaşının maddi durumu, borc, kredit, miras kimi mövzular da gündəmə gələ bilər və bununla bağlı bir yeni başlanğıc istəyirsinizsə ola bilər. Biraz iyul ayı travmatik bir enerjini daşıyır, ehtiyatlı olun. Çox belə risklərə falan getməyin. Buna əlavə olaraq ruhani enerjiniz mükəmməl işdir. Bir dənə ritual əsas taktiyə tuta bilər, ehtimaldır. 7-ci evinizdə iyulun sonu Venera keçəcək və avqust ayında da Venera 7-ci evinizdə olacaq. O vaxtda eşq, sevgi vaxtıdır. İkili münasibətlərdən yana böyük şanslar olacaq, amma o yılın sonu daha çox avqust ayına təsir edir. Buna əlavə olaraq retropasiyadakı Merkur sizin 8-ci evinizdə olacağı üçün borc, kredit kimi mövzular ya da həyat yoldaşının maddi durumu, ortalıq işlərdən gələn qazanclarla bağlı yarımçıq qalmış mövzular varsa gündəmə gəlib tamamlana bilər. Bəzi qarışıq situasiyalar gündəmə gələ bilər. Ona görə də çalışın borc, kredit barədə ehtiyatlı olun, risklərə girməyin. Buna
əlavə olaraq öz bürcü Oğlaq olanlara da demək istədiyim bəzi sözlər var. Belə ki, Oğlaq bürcləri iyul ayı həyatınızda çox böyük başlanğıcların ola biləcəyi bir dönəmdir. Yaxın yol səyahətləri ya da maşın yol səyahətləri edə biləcəyiniz və böyük başlanğıcların ola biləcəyi, həyatınızda hərarətlənmənin, rənglənmələrin çox ola biləcəyi və xəyallarınızı, arzularınızı manifest edə biləcəyiniz çox güclü bir dönəm olacaq. Xəyallarınıza doğru irəliləyə bilərsiniz, biraz savaşa bilər ya da rəqabət apara bilərsiniz, hədəflərinizə doğru gedə bilərsiniz. Lakin dəhşətli bir başlanğıc və böyük bir, yaxşı mənada dəhşətli bir başlanğıc və böyük bir təzahür, xəyallarını gerçəkləşdirmə enerjisi iyul ayında sizin üçün gözlənilir. İnşallah ki, istədiyiniz kimi olar, sürətlə gedəcəksiniz, sürətli inkişaflar olacaq Oğlaq bürcləri. Dolçalar və xüsusən yüksələn burcu dolça olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Əziz dolçalar, 5-ci evinizdə olacaq olan Venera sizin sevgi həyatınızı canlandıra bilər. Eşq, sevgi, flört kimi mövzulardan yana böyük şanslar özünü göstərə bilər. Hobilər, şans bağlı mövzularda çox gözəldir. Uşaq istəyənlər üçün də iyul ayı möhtəşəmdir. Ya da uşaqlarla gözəl zamanlar keçirmək üçün də möhtəşəmdir. Düzdür, dolça burcularını çox uşaq sevmir, amma nəysə də deyək ki, sizin yüksəlinizdə, ay burcunuzdan bir şir, xərçəng falan vardır və siz sevirsinizdir. Onda qəşəng vaxtdır. Daha çox yüksələn dolçalara aiddir, bilirsiniz də, amma dolça bürclərində təsir edə bilər, amma ən çox yüksələn dolçalar təsir edir bu proqnoz. Amma bunun bir hissəsi də var ki, sırf bürcü dolça olanlar təsir edir, amma buna yəni qulaq asın da, yəni hər ikisi də önəmlidir. 12-ci evinizdə olacaq olan dolunay isə gizli qalmış mövzuları gündəmə gətirə bilər, bağlı qalan mövzular gündəmə gələ bilər, kim dostunuzla, kim düşməninizlə daha yaxşı anlaya bilər, karmalarınızla üzləşə bilər, şüuraltınızın dərinliklərində qalan qaranlıq mövzularla üzləşib onları şəfalandıra bilərsiniz. Bundan əlavə olaraq da gizli düşmənliklər, dediyim kimi, gün üzünə çıxa bilər. 7-ci evinizdə olacaq olan yeni ay sevgi həyatınızda yeni başlanğıca səbəb ola bilər. Biri ilə ciddi bir münasibətə başlaya bilərsiniz, bəlkə ciddi münasibətinizi yeni bir səviyyəyə gətirə bilərsiniz və ya həyatınızla bağlı ümumiyyətlə ciddi münasibətiniz varsa, onunla bağlı dəyişim yaşana bilər. Xeyirsizdirsə bitə bilər, xeyirlidirsə davam edə bilərsiniz. Və 6-cı evinizdə olacaq olan Venerası iş həyatından yana şanslara səbəb verə bilər. Bu iyulun sonu və daha çox avqust ayında olacaq, amma yəni 6-cı evinizdə elə bil iyulun 31-i keçəcək də Venera 6-cı evinizə və iş həyatından yana şans, ev heyvanı istəyirsə möhtəşəm zamanda və sağlamlıqdan yana şanslı enerjilər özünü göstərəcək. Retropasiyada olan Merkur isə sizin 7-ci evinizdə olacaq. Bu da ciddi münasibətlərlə bağlı bir şeylərin gündəmə gəlməyi, köhnə sevgililərin gündəmə gəlməyi, həll olmayan mövzuların həll olmağı kimi mövzular ola bilər. Ola bilər ki, iyul ayında hansısa bir eksiniz qayıtsın ya da nəsə mövcud münasibətinizlə bağlı ərtələdiyiniz, yola verdiyiniz nələr varsa onlarla bağlı bir üzləşmə yaşayasınız və davamı yoxsa tamammı bunu başa düşəsiniz. Bundan əlavə olaraq, əziz dolçalar, sırf öz bürcü dolça olanlar da deyəcəyim bəzi sözlərim var. Belə ki, həyatınızla bağlı iyul ayı tamamlanmalarla əlaqədardır. Bəzi problemləriniz təmiz həll olacaq, bəzi problemləriniz isə həll olmağına bir addım qalmış olacaq. Yəni ki, elə bir 10-cu mərtəbədə həll olursa, 9-cu mərtəbəyə qədər qalxacaqsınız, belə deyək. Və həyatınızla bağlı müjdəli, qutlamalı, xoş və gözəl enerjilərin olacağı dönəmdir. Kişilər və qadınlar da ikisi də gündəmə gələcək. Xüsusən əkizlər, tərəzi, dolça bürcləri çox gündəmə gələcək həyatınızda. Ya da ağıllı, savadlı, intellektual, beyni zəkası yaxşı işləyən insanlar çox gündəmə gələcək. Ümumiyyətlə, həyatınızla bağlı maraqlı, gözəl, tamamlanmalı, amma bir-iki negativ, toksik qadınlarla da iç-içə ola biləcəyiniz bir dönəmdə arzulayıram ki, möhtəşəm keçirlərsiniz. Əziz balıqlar, xüsusən yüksələn burcu balıq olanlar, gəlin görə iyul ayında sizi nələr gözləyir. Balıqlar 4-cü evinizdə olacaq olan Venera, ailə, ev, yuva mövzuları ilə bağlı sevgi dolu və möhtəşəm enerjiləri gətirir. Ailənizlə çox daha gözəl zaman keçirdəcəyiniz bir dönəmdə olacaqsınız. Evinizi dekorasiya eləmək, nələrsə dəyişdirmək istəsəz mükəmməl dönəmdir. Ailə üçün daha çox qadınlardan yana bol-bol dəstəklər ala biləcəyiniz dönəmdir. Ev, yuva, ailə, sevdiklərinizlə gözəl zamanlar keçirdəcəyiniz bir iyul ayı sizi gözləyir. Ehtimal ki, 11-ci evinizdə olacaq olan dolunay sosial çevrənizdə gündəmə gətirəcək. Sosial çevrənizdə çox daha populyar olacağınız və dostlarınızla bol-bol zaman keçirdəcəyiniz, əl üstünə tutulacağınız bir dönəm ola bilər. Bundan əlavə olaraq 11-ci evdəki bu dolunay sizin hədəfləriniz, arzularınız, xəyallarınızla bağlı irəliləməyinizə, addımlar atmağınıza da səbəb verə bilər. Və 6-cı evinizdə olacaq olan yeni ay sağlamlığınıza biraz zərər vura bilər. Qızdırmaya ya da belə mədə problemlərinə və ya həzm sistemi ilə bağlı problemlərə, yəni biraz sağlamlıq sıxıntılarına, boğaz barədə də ehtiyatlı olsanız yaxşı olar. İş həyatı ilə bağlı da biraz gərgin enerjilərdir. Elə ki, bir-iki sıxıntılara, problemlərə nisbətən meyilli olduğunuz dönəmdə, amma iş həyatında dəyişə bilərsiniz, yüksələ bilərsiniz və ya iş həyatı gündəmə gələ bilər əgər işləyirsinizsə. 5-ci evinizdə olacaq olan Venerasa
sevgi, eşq mövzularınıza bol-bol təsir göstərir. İyulun sonu və avqust aylarında sevgi, eşq gündəmə gələcək. Sevgidə, eşqdə yepyeni səviyyələri təcrübə edə bilər, maraqlı enerjiləri yaşaya bilərsiniz. Buna əlavə olaraq da retro-pozisiyada Merkuri də 6-cı evinizdə olacaq. Yəni iş həyatı və sağlamlıq əsas gündəminizdir. Bəlkə də ev heyvanı istəsiniz, ev heyvanı da. Və bu mövzularla bağlı tamamlanmalar, yarımçıq qalan şeylərin gündəmə gəlməyi və bəlkə dəyişimlər ola bilər. Son olaraq öz burcu balıq olanlara da onu demək istəyirəm ki, həyatınızda böyük pulların gələ biləcəyi, pul qapılarının açıla biləcəyi bir aydır. İyul ayında pulunuz olacaq böyük ehtimalla. Gözlədiyiniz bir pul gələ bilər ya da yeni bir işə başlaya bilərsiniz. Müjdələr, qutlamalar, xoşbəxtlik sizdən bir yerdədir. Bəzən biraz özünüzü tək hiss edəcəksiniz, amma məntiqən tək olmayacaqsınız, yanınızda insanlar olacaq və intuisiyanız çox güclü olacaq. Fərqli bir bilgəliyə, fərqli bir ağıla və fərqli bir intuisiyaya iyul ayında sahib olacaqsınız. Əziz balıqlar və əziz bütün bürclər, iyul ayı sizin üçün möhtəşəm olsun. Videomu bəyəndinizsə bəyənməyi, komment yazmağı unutmayın. Sevgi və işıqla qalın.